Salam, bəs speaking olmur? Bu sual yazanların 99% elə bilir ki, speaking biri ilə söhbətdir. Əvvəla o talkingdir. Söhbət, yəni speaking danışmaqdır. Proqram başdan ayağa kimi speaking üzərinə qurulub. Bu üzərində. Amma məsələ bu deyil. O 99% elə bilir ki, biri ilə söhbət etməlisən speakingin inkişafı üçün. Xeyr, əzizim. Sən biri ilə söhbət eləyəndə artıq hazır olmalısan söhbətə. Bütün bacarıqlar da belədir. Təkcə ingilis dilinə aid deyil bu. Boksçusan, deyək ki. Ringdə öyrənmirsən ki, boksu. Yaxşı boksçu olmaq üçün lazım olan bütün güc, texnika, çeviklik, dözüm hazırlığını məşq zalına keçirsən. Ringə çıxanda hazır olmalısan ki, qoyub aşırmasınlar da. Ring döyüş təcrübəsi verir. Daha böyük ringdə daha böyük təcrübə verir. Dünya, olimpiya, bunlar bir neçə saat alır toplamda. İngilis dili də elədir. Söhbət təcrübə qazandırır. Adiləşir söhbət eləmək. Vəssalam, bütün hazırlığını məşq zalına keçməlisən. Bax, mənim proqramım sənin məşq zalındır. Bu nömrənin WhatsApp-ına demo yaz, ilk məşqin məndən. Pulsuz. Demo dəstəkdə görüşənədək.